Deməli, deyir, doymuş bir atomlu spirtin 0,1 molu natriumla reaksiya girib natrium alkoqolyat əmələ gətirir. Bir atomlu spirt CnH2n+1OH natriumla reaksiya daxil olur. Əmələ gəlir CnH2n+1O natrium üstəgəl H2. Hidrogendən başqa hamısının qarşısına 2 yazırıq, əmsallaşdırırıq. Doymuş bir atomlu spirtin 0,1 molu spirtin üstünə yazıram 0,1 mol. Metal reaksiya gəlir 8,2 qram alkoqolyat əmələ gəlir. Bunun üstünə 8,2 qram yazırıq. Mol da altına mol yazıram 2 mol. Burada bunun mR'ini yazırıq qram. Buradan mR'i tapsaq, deməli 2 vurulsun 8,2 bölünsün 0,1 bərabər olacaq neçəyə? Deməli 164 qrama. Yəni bunun mR'i, amma bura 2 mR yazıram. Çünki görürsən 2 dənədir. Buradan da mR'ini tapanda bərabər olur 82-yə alkoqolyatın, yəni CnH2n+1O natriumun. Buradan da 14n plus 24, o da 16, 40 bərabərdir 82-yə. 14n bərabər 42-yə, n də bərabər 3-ə. Bizdən də soruşurdu ki, bu spirtin tərkibində neçə karbon atom var? Karbon atom sayı 3-ə bərabərdir.